Salam değerli izleyiciler, her birinizin sabahınız xeyir, her birinizi xoş gördük. Ümumi Azərbaycanımızı bütün qürbətdə yaşayan qardaşları salamlayıram. Bu günləri Bərdə qoyun bazarının çəkiliş edirik. 18-i deməli aprel 2025-ci il. Bax, bu ağsaqqalın quzularını çəkirəm, Allah canını sağ eləsin. Bu quzuların erkəkli dişi. Dişidir əmi oğlu. Hamısı dişidir. Dişidir, hə. Alıb satansan yoxsan öz heyvanın balasıdır. Bəli. 220 manatdan deyirik. Alan olsa yan aşağıda yer var da. Neçə kilo ətlər olar bunlardan? Valla bunlar əsas saxlamağa yaxşıdır. Bəli. Kəskiyə bu dəqiqə saxlamağa yaxşı. 220 manatdan deyirsən. Alan olsa 200 manatdan verərik. 200 manatdan. Hardan da gətirmisən bunları? Bərdə rayonu Qaradəmir kəndi. Bərdə rayonu Qaradəmir. O səpki kimindir bə? Bonusdan olur. Bunların bonusudur, hədiyyəsidir. Eləmi? Hə, adı çəkdir. Neçə deyirsən onu? 150-yə. Neçə kilo ət olar onun? 98 kilo, 9 kilo. Ümumiyyətlə bazarda alıcılıq nətərdir? Zeyt. Çox zeyt. Allah xeyirli bazar versin. Allah sağ gəlməsin. Allah şükür. Yəqin ki, baxıb edirsiniz videolarımıza. Videolarımıza. Elə qiymətin çox sizin videolarına. Allah xeyirli bazar versin. Biz də çalışaq ki, sırf gətiricini çəkək ki, yəni qiyməti tam bilinsin da. Yəni bu günləri bazardan xəbəri olmayan, qiymətlərdən yəni bilməyənlər var. Yəni gözü yumma gəlməsin bazara. Allah bazarınızı versin. $250'ye 250 manat. Erkek de ha bunlar. Neçə kilo ətləri olar? Öz qapı heyvanın olar. Lap gözəl. Allah bazarını versin. Bunu YouTube'a koyuruq. Neçə ilə deyirsən atam? Qiymətlər neçə iləndir? 290. 290. Hamısı dişidir? Allah xeyirli bazar versin. Öz təsərrüfatın olar. Hardan da gətirmisən bunu? Ağzəbədim kəndi. Ağzəbədim kəndi. Lap gözəl. Allah bazar versin. Sağ ol, çok sağ ol. Erkek de ha bunlar. Neçə ilə atam qiymətləri? Allah bazar versin. Sağ ol. 4 yaşında da var. 6 var. Neçə yaşları var? Bilinlikdir var. Toxumağa yarayar da yəqin. Bunu hardan da gətirmisən ata? Bak gözəl. Allah xeyirli bazarını versin. 1 yaşları var. Bazar olsun. Kardeşim kuzularıdır. Erkekti bunlar dişi. Yaşar düşürdü kardeşim. Böyle çömde yani 200 neçəyə? 30 mu? 230'na. Bunlar neçə aylıqdır? 4 aylık. 4 aylıq. İnşallah. Yəqin ki öz təsərrüfatındır. Hardan da geçmişsən qardaş? Tərtər. Qəhrəman Tərtər. Salam olsun. Gözəl, gözəl. Allah xeyirli bazarını versin. Salam aleyküm. Bu balalar neçə iləndir? Belə.
İnşallah. Git bak görüşmeye yarıyor. Salam aleyküm. Ne var ne yok güzel oğlan. Kimin alına çağırdı? Sağ ol. Ne şeydendir bunlar? Maşallah olsun. Kaşak. 480. Kaşak oynadı. Bunlar boğazlıklarına giderdi. Birinci karnına. Yerinlisi var, çaylığı var, çay yarımlığı var. Yani hamısı bu var, dağır bu var. Alıcılık ne serdi bazarda? Alıcılık sana böyle şükür. İstəyərdi, yağışla əlaqədar bir şey. Yani o yağışın təsiri var da bazara. Evet. Bazarın şəraiti zəif. Aydındır. Ama oğlum bunların kıymeti ne şeylendi bu balalıların? Satılıp? Allah hayır versin. Hal-hazırda. Deməli dəyərli izləyicilərimiz, Yevrağın mal binəsində 500 baş sürü var. Mal heyvanı ilə, Hyundai ilə, Kia ilə, yəni barter də var. 06, 07. Bunlar hal-hazırda çeçək, qardaşın sürülərini çeçək. Var onu çəkim. Yani tavan. Nəfərsiniz? Ha, değerli. Qaqa bunlar neçənci qarındı? 1, 2, 3. 1, 2, 3. Ha? Kremle var. Maya. Hele sekendere dolar. Ha yok Allah. Bala falan bu. Ha bala falan. Ha başına geldi. Ha oğlum. Cir. Bala falan koydu. Arkası başı olur. Allah hala gelse karşı oturuyor. Bala falan koydu birisi kaldı alır. Qaqa bunların qiyməti neçəyləndir? Çom 450. 450 min. Xeyirli olsun. Onun ortasına bak. Bazarın olsun. Neçəyləndir bu balaların? 650. 650 min. Neçənci qarındı bunlar? 4. kadar. 4-cü qarın. Hardan da getmisən atam? Ağcabədi. Gözəl. Balası erkək dişi. Bir erkek bir dişi. Öz qapı heyvanın olar. Kapıyı var. Allah xeyirli bazar versin. Sağ olun. Deməli dəyərli izləyicilərimiz, bugün Bərdə mal qoyun bazarından videolarımızı çəkmişik. Yevrağın mal binəsində 500 baş sürümüz var. Dediyimiz kimi mal heyvanı ilə, danı ilə, inək ilə, barteri var. 06, 07, Kia, Hyundai, bu maşınlarla da barterləri var. Birbaşa. Bugünlük Bərdə mal bazarından bu qədər. İnşallah qismət olsun Gəncə bazarında görüşmək ümidi ilə. Allah sizləri qorusun, Allah canınızı sağ eləsin. Bugünlük bu qədər. Bazar zəifdir, gördüyünüz kimi yağışla dağıldı. Allah xeyirli bazar versin.